İnfarktdan bir ay əvvəl bədən insana xəbərdarlıqlar edir. Çoxları bu xəbərdarlıqlara məhəl qoymur, keçib gedər deyir. Halbuki bu xəbərdarlıqlara əvvəldən diqqət göstərməklə insan öz həyatını xilas edə bilər. Orqanizmin infarktla bağlı verdiyi xəbərdarlıqlar, əlamətlər nələrdir? Hansı halda gecikmədən həkimə müraciət etməliyik? Birinci əlamət. Tez-tez mədə bulantısı və baş gicəllənmə. Çoxları mədə bulantısını və baş gicəllənməni isti hava və stresslə əlaqələndirib həkimə müraciət etmir. Əslində bu simptomlar ürəkdə qan dövranı problemindən xəbər verə bilər. İkinci əlamət. Həddindən artıq yorğunluq və keçməyən baş ağrısı. Bəziləri bunu iş yorğunluğu ilə bağlayır, amma yaxşıca dincəlsələr belə keçmir. Üstəlik, paralel olaraq baş ağrısı da varsa və arada kəskinləşirsə, bu da infarkt öncəsi əlamət ola bilər. Üçüncü əlamət. Bədənin bir tərəfində keymə. Qəfildən əl-əyaq və ya üzünüzün bir tərəfində keymə olursa, bu qan dövranının və ya ürəyin zəifləməsinin əlaməti ola bilər. Dördüncü əlamət. Görmədə qəfil dəyişiklik, ətrafdakı əşya və insanları iki və bulanıq görmə. Bu, koronar arteriyanın tutulmasına işarədir və dərhal müalicə edilməzsə infarkta səbəb ola bilər.